Dəqiq bilmədiyiniz məsələlər haqqında danışmayın. İnsanları tanımadan haqlarında fikir irəli sürməyin. Bunlar əlbəttə ki, fitnəyə yol açır bəzən və fitnə də çox çirkin bir işdir. Bilib bilmədən danışmaq, kimlərsə haqqında fikir bildirmək, tam anlamadan, bilmədən bunları etməyək. Hərəkətlərimizə, danışığımıza diqqət edək. Bizə yad olan, naməhrəm olan insanlarla məsafəli davranaq. Zərurətdən xaric mümkün deyil bir müsəlman naməhrəm ilə əlaqə saxlamamalıdır. Ona fikir bildirim, onunla danışım, yazışım qətiyyən düzgün deyil. Zərurətdən nə qəsd edilir? Yəni siz məcbursuz qarşı tərəfə bir söz deməlisiniz. Məsələn, bunu 2-3 sözə deyə bilirsinizsə, 3-4 etməyəcəksiniz, uzatmayacaqsınız.